looking out on the morning rain. I used to feel so uninspired, and when I knew I had to face another day, Lord, it made me feel so tired. Before the day I met you, life was so unkind, but you're the key to my peace of mind. 'Cause you make me feel, you make me feel, you make me feel like a natural woman. When my soul was in the lost and found, you came along to claim it. I didn't know just what was wrong with me, till your kiss helped me name it. Now I'm no longer doubtful of what I'm living for. And if I make you happy, I don't need to do more. 'Cause you make me feel, you make me feel, you make me feel like a natural woman. Oh baby, what you done to me, you made me feel so good inside, and I just wanna be close to you. You made me feel so alive. You make me feel, you make me feel, you make me feel like a natural woman. You make me feel, you make me feel like a natural woman. You make me feel, you make me feel like a natural woman. Oh, you make me feel, you make me feel like a natural woman. Bravo, alqışlar sizin üçündür. Nərmin, xoş gördük mağlar. Hər vaxtınız xeyir olsun. Bugün sizin diqqətinizi çəkəcək çox maraqlı bir efirimiz var. Odur ki, bizi izləyin və hazırda isə sizə demək istəyirəm ki, yəqin ki, çoxlarınıza artıq tanış gəldi Nərminin siması, amma bugün onu daha yaxından tanıyacağıq. Nərmin, Maqın studiyasında çıxış etmək necə idi? Çox xoş. Çox sağ olun ki, dəvət etmişsiniz. Çox xoşuma Bizə gəldi. də təbii ki, çox xoşdur və hətta deyim ki, bu xoş məqamları bir daha efirimizin sonunda səndən istəyəcəyik, xahiş edəcəyik və o gözəl səsinlə studiyamıza belə parıltı saçarsan. Necə ki, bugünkü mövzumuz belə adlanır. Yəqin ki, belə maraqlı mövzuları yalnız Maqda gözləyirsiniz və izləyirsiniz dostlar. Bəli, mövzumuz parıltı adlanır və düşünürəm ki, bugünkü efirdən izləyib öyrənəcək çox şey olacaq. Odur ki, diqqətiniz bizdə olsun. Mən Nərminə istəyərdim ki, yerində əyləşsin, bunu təklif edim. Biz isə birlikdə sujetimizi izləyək, sonra isə növbəti qonağımızla studiyamızda söhbətimizə davam etdirəcəyik. Qədim Mesopotamiyalı qadınlar böyük ehtimalla dodaq boyasını icad edən və istifadə edən ilk insanlardır. Onlar qiymətli ləl cəvahiratı üydərək dodaqlarını rəngləmək üçün istifadə edirdilər. Qədim Misirlilər qarışdırdıqları müxtəlif bitki və heyvan yağlarını qırmızı güllə və dəmir oksidlə rəngləndirib dodaqlarına çəkirdilər. Lakin bu qarışıq pas qoxusu verirdi. Sonralar bu qarışıqdakı pas qoxusunu aradan qaldırmaq üçün təbii vasitələrdən istifadə etdilər. O zamanlar bir çox qadınlar rəngli gilim ya da gilas kimi meyvələri dodaqlarına çəkirdilər.
Yapon qadınlarının dərdi isə heç deyiləsi deyil. Qədim dövrlərdə onlara makiyajla insanlar arasına çıxmağa icazə verilmirdi. Əsasən qadınlar makiyajlarında ağ və qara rənglərdən istifadə edirdilər. Mayqlar, bəs dodaq boyası alarkən nəyə diqqət yetirməliyik ki, həm dodağımız gözəl görünsün, həm də zədələnməsin? Gəlin araşdıraq. İlk olaraq boyanın tərkibinə nəzər salın. İçində mütləq A və B vitaminləri olmalıdır. Əks halda dodağınız codlaşacaq. Mayqlar, ən yaxşısı gəlin bu haqda daha düzgün və ətraflı kosmetoloqdan eşidək. İlk öncə saxlama müddətini fikir verməlisiniz. Yəni, açılandan sonra pomada 1 il yarıma qədər qala bilər. Dodaq boyalarında arı mumu, yağlar, təbii yağlar və rəng verici maddələr ibarətdir. Hialuron turşusu ola bilər tərkibində və belə pomadalar artıq müalicə də edə bilər və dodaqdakı çatları, quruluqları aradan götürə bilər. Makiyajımızın son nöqtəsi olan dodaq boyasının dəbinə nəzər salsaq görərik ki, bu il tünd rənglər dəbdədir. Tünd bənövşəyi, zoğalı və əsasən qara dodaq boyaları dəbdədən. Həm fərqli, həm də sizi olduğunuzdan daha cəzbəyici göstərən bu dodaq rənglərindən həm yayda, həm də qışda rahatlıqla istifadə edə bilərsiniz. Artıq sujetimizi izlədiyimizə görə mən növbəti qonağımı da dəvət edib onunla mövzumuzun müzakirəsinə başlamaq istərdim. Beləliklə qarşılayaq yalan üzrə ekspert Təbriz Hacıyev. Buyurun, xoş gəlmisiniz. Bəli, artıq başlaya bilərik. Qonaqlarımız studiyamızdadır. Əhval-ruhiyyəmiz yüksəkdir. Mən ilk olaraq istərdim ki, Nərmin sizinlə söhbətimə başlayım. Sizi artıq az öncə də söylədim ki, bir çoxları xatırlaya bilərlər. Çünki Səs Azərbaycan layihəsinin iştirakçılarından biri olmusunuz. İstərdim ki, hazırda bəli, yaradıcılığınızdan danışaq. Necə davam edir işləriniz? Şükür olsun, kifayət qədər uğurlu davam eləyir. Müxtəlif təkliflər almışam, yəni bu sənət çərçivəsində musiqi ilə bağlı. Hazırda bir mahnı üzərində çalışıram və düşünürəm ki, tezliklə o efirlərdə səslənəcək. Onunla yanaşı klip də çəkiləcək. Ona görə İnşallah televiziyada mütləq xəbərləri gözləyək. Bəli, yeni məni görə biləcəksiniz. Çox gözəl. Nə yaxşı ki, yerində durmamısınız və çalışırsınız və aktiv şəkildə də irəliləyirsiniz öz yaradıcılığınızda. Xasiyyətim elədir, başqa cürdə ola bilməzdi. İstəyərdim ki, biraz da sizin haqqınızda məlumat öyrənək. Çünki izləyicilərimizin yəqin ki, marağına səbəb olacaq. Çünki siz heç musiqiçi olmamısınız bu zamana kimi. Bəli, mən heç də musiqiçi deyiləm əslində. Mən hüquqşünasam. Hüquq təhsilim var, iqtisadi təhsilim var, MBA dərəcəsini əldə etmişəm. Bolqarıstanda yenə hüquqla bağlı 2 il oxumuşam, qadın hüquqları ilə bağlı. Yəni mən bu sahədə 10 il çalışmışam. Və məsəl üçün elə bir nailiyyətlərdən deyə bilərəm ki, Azərbaycanda yeganə qadın hüquqları üzrə vəsait var. Bələdçi, qadın hüquqları üzrə bələdçi. Onun da müəlliflərindən birisi mənəm. Bu işi mən çox sevirəm, bu məncə çox önəmlidir. Lakin oxumaq uşaqlıq arzusudur və məncə də pis alınmır. Ona görə düşündüm ki, reallaşdırım bu arzunu. Əla olunur. Əgər bu istedad varsa, məncə bunu 100% davam etdirmək lazımdır. Çox sağ olun. Və istəyərdim ki, artıq mövzumuzu müzakirə edək. Çünki bununla bağlı ekspert qonağımız var. Yalan üzrə ekspert də həmçinin burada. Çox maraqlı məlumatlar əminəm ki, öyrənəcəyik sizdən. Parıltı effekti layihəsi adlı bir maraqlı layihə təqdim etdiniz. Bu haqda danışaq. Burada ilk təəssüratın yaradılmasından söhbət gedir. Yəni bildiyiniz kimi ilkin təəssüratı yaratmaq bizə çox vacibdir. Yəni elə insanlar var ki, sözün əsl mənasında potensiallı insanlardır. Biz özümüz hərdən olur ki, işə qəbulla işləyirik. Orada görürük ki, insan var, doğrudan da potensialdır, amma insan danışa bilmir. İnsan o özünü təqdim eləyə bilmir. Və bugünkü sizə verəcəyi məlumatlar onlara çox kömək olacaq. Bəlkə başlayaq artıq, çünki artıq mən özüm də səbirsizlənirəm ki, görəsən mən özümü insanlara təqdim edərkən düzgün yolla təqdim edirəm, yoxsa müəyyən yanlışlıqlara yol verirəm? Okey, başlayaq. Demək, belə götürsək, ümumiyyətlə insanlar arası ünsiyyət sistemi 3 əsasdan ibarətdir. Bunlardan biri bədən dilidir, biri səsdir, biri isə sözlərdir. Yəni bildiyiniz kimi bədən dili inverbal davranış stili gedir. Bu bizdə adətən 55-60% arasında gedir. Səs tezliyi 38, sözlər isə 7%-dir. Amma ümumilikdə götürsək,
Yəni bədən dili ümumiyyətlə, yəni 7 saniyə ərzində insan ilkin olaraq onu analiz eləyir. Siz qarşılaşırsınız insanla, birinci növbədə sizin necə qamətiniz, necə duruşunuz və hansı geyim tərziniz, saç düzümünüz və üzünüzdə emosiyalar, nəfəs almanız, hamısı əl jestləriniz, bunlar hamısı təsir edir insanlara. Adətən biz tez-tez məsləhət görürük ki, adi bədən quruluşundan hər zaman dik dayanın. Dik dayanmaq insana kömək edir nəfəs almağa. Adətən insan sıxıldığı anda onsuz da həyəcanlanır, bu tərəfdən sıxıldığı anda nəfəs ala bilmir. Bəli. Bu 2 qat olur. Onun üçün də məsləhət görülür ki, hər zaman düz dayanasınız. Həm də dik durmaq insanda, yəni qarşı tərəfə qarşı belə özünə güvən hissi Bəli, özgüvən hissi insanda yüksək səviyyədə görsənir. Bundan əlavə jestlərdən düzgün istifadə qaydası var. Adətən biz bəzən jestlərdən necə istifadə edirik? Ya özümüzü bağlayırıq, ya özümüzə toxunan jestdən istifadə edirik. Bu çox sərt bir davranışdır. Və yaxud da bir qələm götürürük, qələmi başlayırıq oynatmağa. Oturduğumuz yerdə əlimizi oynadırıq belə. Bunlar adaptor jestlər deyirlər. Bunlar qarşı tərəfdə stresin əlamətlərini göstərir. Bax, həmən bunlardan istifadə eləməmək üçün ən azından əlinizi əlinizə belə tuta bilərsiniz. Və yaxud da yumuşaq belə jestlərdən istifadə edə bilərsiniz ki, qarşı tərəf sizi qəbul eləsin. Baxın, bəli, bu çox önəmlidir insanlar üçün. Bundan əlavə, insanın emosiyaları da çox rol oynayır. Məsələn, elə yerlər var ki, orada ciddi olmaq çox önəmlidir. Amma qaşqabaqlı yox. Bizdə bəzi gənclər var, içəri girirlər bu şəkildə. Qaşqabaqla dayanır. Bu heç də pozitivli insanı ötürmür. Sərbəst, neytral üz bəs eləyir. Və yox da elə yerdə var, gülümsəmək lazımdır. Amma çox təəssüf ki, insanlar gülümsəyə bilmirlər. Nərmin xanım, mən istəyərəm ki, sizin fikirlərinizi öyrənim bu mövzuda. Ümumiyyətlə, heç problemlə qarşılaşmışsınız, yəni özünüzü təqdim etməkdə, yanlış anlaşılmaqla bağlı və s. Düzü, mən bunu hiss eləməmişəm. Bəlkə o daxili özümə inam, bəlkə güvənlik və daimi pozitiv olmağım, yəni bu artıq mənim xasiyyətimdir. Mən belə dünyaya gəlmişəm, bunu öyrənməmişəm. Əvvəllər çox dəhşət dərəcədə dürüst idim. Yəni fikirlərimi elə tez şəkildə çatdıra bilirdim. Elə bilirdim, hamı bunu normal qəbul etməlidir, bu həqiqətdir. Amma heç də həqiqət bəzən sevinmir. Və hiss edirdim ki, qısa bir zamanda məni ilk növbədə, məsəl üçün, ilk təəssürat müsbət olsa da mənə qarşı, 3-5 dəqiqədən sonra bu insan artıq aqressivləşir mənə qarşı. Özümdə başa düşdüm ki, səhv məndən irəli gəlir və onu düzəldə bilmişəm. Bəli, artıq özümüzü təqdim edərkən dik durmalıyıq. Əl hərəkətlərimiz qapalı deyil, daha açıq və yumuşaq olmalıdır danışarkən və yerində gülümsəmək, yerində isə ciddi olmağı bacarmalıyıq. Və özgüvən hissimizi onların qarşı tərəfin beyninə yönləndirməyi bacarmalıyıq. Yəni, tək bu bədən dilinə ibarət deyil, səs də burada çox rol oynayır. Baxın, insan istifadə etdiyi səs tembri insana həddən artıq o özgüvən hissi və onun nə deyəcəkləri önəmlidir. Baxın, adi bir halda, məsələn, mən təqdim elə, mən yalan zor ekspertim. Mən yalan zor ekspertim. Mən yalan zor ekspertim. Mən yalan zor ekspertim. Fikir verirsiniz, yəni necə dəyişir. Bundan da əlavə sözlərdir. Yəni, bu da qarşı tərəfdən asılıdır. Elə insanlar var ki, ümumi danışmağı çox xoşlayırlar. Amma qarşındakı dayanan insan detalçı insanlardır. O zaman paradoks yaranır. Bu zaman biz necə öyrənə bilərik ki, qarşıdakı şəxs bizdən ümumi danışmağı istəyəcək, yoxsa xırdalıqları kimi onu danışaq? Yəni, onu necə tutaq və başlayaq danışmağa? Birinci növbədə ümumiyyətlə detalçı insanlar, yəni ümumi götürsək, üz mimikasından götürsək, onların qaşlarının üst tərəfi həmişə qalın olur. Burada xəttlər əmələ gəlir, horizontal və vertikal. Yəni, detalçı insanlarla geri hər şey konkret, qısa danışasan. Ümumi metaproqram isə ümumi danışmağı sevir. Yəni, bu baxımdan bunlara fikir vermək lazımdır. O zaman görəcəksiniz ki, yəni doğrudan da kontakt çox gözəl alınır. Buna əlavə həmən detalçıları siz baxa bilərsiniz əşyalarına. Yəni, detalçılar adətən xırda-xırda əşyaları qoymağı xoşlayırlar. Yəni, ümumi yığmırlar. Yəni, stolun üstünə baxsanız görə bilərsiniz ki, necə detallarla düzəldirlər. Onlar çox sərgəli olurlar, sərgəli üstünlük verirlər. Bir iş qəbuluna getdiniz, baxırsınız stoluna. Detalçıdırsa demək, artıq bundan detallarla danışmalısınız. Nərmin, mən istəyərdim ki, sizin fikirlərinizi yenə də öyrənim. Çünki artıq sənətçisiz, yəni müğənni kimi səhnəyə çıxırsınız və sənətçi üçün ən önəmli olan faktorlardan biri də tamaşaçıya səmimi görünməyi bacarmaqdır. Yəni, bu səmimiyyəti qarşı tərəfə ötürməyi bacarmaqdır. Həm duruşumuzla, həm də ifa ilə. Bu məqamda bəlkə də Təbrizin də sizə maraqlı, faydalı məlumatları olacaq. Amma görək, siz özünüz hansı üsullardan istifadə edirsiniz ki, yəni tamaşaçıya səmimi
səmimi və yəni cana yaxın olmağı göstərə biləsiniz? Xüsusi məqamlar var, məsəl üçün mən özüm maraqlanmışam deyə bilirəm ki, açıq pozalar var səhnədə, əl açıq və s. ayaq duruşu necə olmalıdır. Əgər hansısa bir aksent eləyirsən mahnıda, hansısa bir informasiya çatdırırsansa, baxır mahnıya, ilk məsəl üçün bir ayaq qabaqda olmalıdır, bədən biraz bu formada, yəni bu cür ola bilər. Yəni, amma açıq forma, açıq əllər həmişə çox müsbət təsir eləyir insanlara. Onlar həmişə cəlb etmək olar bu üsulla həm rəqs etməyə, həm birbaşa pozitiv qarşılanmaq üçün. Aha, məsələn, çox maraqlı nüansları qeyd etdiniz buradakı səhnədə müəyyən mesajları ötürmək üçün hərəkətlər var və s. Bunları necə öyrənmişsiniz? Çünki çox adam heç bunlardan xəbərsizdir. Mən bunları sənətə gəlinməmişdən öncə, çox öncə öyrənmişəm. Çünki mən həm hüquqşünas olaraq təlimçi olmuşam və mənim şifahi çıxışlarım olub, auditoriyalar, böyük auditoriyalar qarşısında, bölgələrdə, Bakıda, xarici auditoriyalar qarşısında və mən təlimçi olduğum zaman çox şeyləri öyrənmişəm. İndi sadəcə onları mən istifadə edirəm səhnədə. Aha, indi isə üzümüzü çevirək növbəti ekspertimizə sizdən sonra. Təbriz, maraqlıdır, yəni həqiqətən doğru məqamları qeyd etdi və sizin hansı əlavələriniz olacaq ki, kütlə qarşısında olarkən insan hansı hərəkətlər etməlidir ki, həqiqətən də səmimi və inandırıcı görünə bilsin? Bəli, birinci növbədə ümumiyyətlə kütlə qarşısına çıxış etmək üçün insan mütləq şəkildə hazırlıqlı olmalıdır. Bundan əlavə biz həmişə tövsiyə edirik ki, danışan zaman ağzınızı bir balaca açıq saxlayın. Nə qədər insan dodağını çox sıxırsa, bir o qədər stres ağızdan başlayır da. İnsan belə sıxır, stres başlayıb bütün bədəndə gərginliyi əmələ gətirir. Onun üçün ağız azacıq açıq olsa bu bəs eləyir. Gözlər enli olmalıdır, açıq olmalıdır. Bundan əlavə biz daim məsləhət görürük ki, qaşlarınızla işləməyi bacarın. Yəni, qaşlar da nədir? Əslində, siz çox gözəl işləyirsiniz, onu deyim. Mən baxdım sizin indi çıxışınıza. Baxın, yəni qaşlar bu şəkildə işləməlidir. Yəni, misal üçün, o bayaq siz hansı sözdən sonra, hansı jest, o qaşlarda da özünü göstərir. Baxın, bu şəkildə. Mən demək istəyirəm ki, yəni fikir versin, qaşlar düşəndə, qalxıb düşəndə daha təbii yaranır insanlarda. Yəni mimikalar dediyinizi təsdiqləməlidir də belə. Mütləq, mütləq. Çünki bədən dili biz dedik, 55% informasiya ötürür. Bəli, onun üçün də emosiyalar çox önəmlidir. Misal üçün, hansı emosiyalardan istifadə eləmək olmaz? Məsələn, sizdə o emosiyalar var. Onu da deyim, onları laf düzəltsəz əla olar. Bu nədir? Nifrət emosiyası. Yəni, baxın, bu emosiya. Siz məndə nifrət emosiyasını görürüz, başa düşün. İndi danışanda. Bax, yox, nifrət eləmədiniz. Baxın, bu emosiyadır. Baxın. Yəni, bu yaxşı bir jest deyil. Yəni, qarşı tərəfə, hətta Paul Ekman var, onun gözəl bir sözü var. Deyir, əgər həyat yoldaşınızda ərinizə qarşı bu jesti görürsünüz, bilin ki, artıq nigaha sondur. Yəni, nifrət çox təhlükəli bir emosiyadır, onu deyim. Bundan əlavə, kədər emosiyası. Məsələn, ondan məsləhət görə istifadə eləməsinlər. Üçbucaq əzələ var alında. Məsələn, bu əzələ. Bax, bu əzələ. Bundan məsələn, tövsiyə edilir ki, istifadə eləməyin. Çünki istifadə elədiyiniz anda qarşı tərəf sizdən narahatlıq duya bilir. İnsan şuuraltı olar, bir-birinə kontakta gedə bilir. Yəni, bu baxımdan geri emosiyaları düzgün idarə eləmək lazımdır. Ki, insan qarşı tərəfə lazım olan məlumatı ötürsün. Cəmi 90 saniyə. Yəni, mən adətən tələbələrimə deyirəm, 90 saniyə ərzində o artistik qabiliyyətini artırın, o 90 saniyədən sonra beyində artıq obraz yanacaq sizin haqqınızda. Pozitivdirsə, artıq pozitiv davam edəcək. Həmən bu parıltı effektinin. Ya, burada əslində çoxdur məlumatlar, istəsiz verə bilərəm. Buyurun, xoşdur həqiqətən dinləmək məncə. Öyrənsək daha yaxşı olar. Misal üçün, harmonizasiya deyilən bir termin var, hansı ki, bunu biz Milton Erickson'dan öyrənmişik. Harmonizasiya nədir? Harmoniya yaratmaq, qarşı tərəfdən birbaşa harmoniya yaratmaq. Biz bunu pozalardan istifadə edirik. Yəni, insan hansı pozada dayanmışsa, bu adətən buradan yuxarı hissəni. Əgər başla işləyirsə, sizdən misal üçün, bu avtomatlaşıb. İndi ona keçəcəm, başdan hərəkət. Bunu siz eləyirsiniz, amma bu əslində bu bir elmdir. Yəni, o qarşıda da pozitivlik yaradır. Harmonizasiya pozaların aynalanmasıdır. Yəni, üzün aynalanmasıdır və durumun aynalanmasıdır. Yəni, hansı durumlar var? Ümumiyyətlə, bilirsiniz də, yəni ki, var pozitiv, aktiv durumu. İnsanlar gülürlər, sevinirlər. Əgər bir insan gülür, sevinirsə, onunla sakit danışmaq lazımdır. Onda harmoniya pozulur. Gərək siz də deyib güləsiniz. Var pozitiv, pasiv. Hansı ki, birbaşa insan sevən emosiyadır. Yəni, insan əhvalı yaxşıdır, amma mənə dəyib toxunmayın. Yəni, məsələn, sizdə pozitiv, pasivdədir. Yəni, hər şey əladır. Bəli, toxunmayın. Siz oturun orada, mən burada. Bəli, mən toxunmayın, mənim əhvalım əladır. Yəni, var negativ, aktiv. Yəni, hansı ki, insan əsəbidir, işsizdir falandır. Bir adam əsəbidirsə, onun qarşısına güləri çıxmaq olmaz. O zaman aləm dəyər bir-birinə.
Var negativ, pasiv, qanı qara. Yəni kədər emosiyası, yəni insan kədərlidir, filandır. Yəni bununla güləriz danışmaq olmaz. Və 7-ci vəziyyət isə trans vəziyyətidir. İnsan donur və gözləri belə baxır sizə. Bu trans vəziyyətidir. Yəni, bu həmin məqamda insan artıq qulaq asmır. Yox, qulaq asmır. O öz dünyasındadır. Öz dünyasındadır. Bəli, transdadır. Trans. Bu 7 vəziyyətə uyğun olaraq biz harmoniya insandan yarada bilirik. Yəni ki, biz baxırıq insan, məsələn, indi pasiv-pasivdəsində fikrim və mən də sizdən belə danışıram. Bu şəkildə, yəni belə eyni şəkildə isə düşdü ritmə və Bəli. başladıq ilkin təəssüratı gözəl qurmağa. Əgər indi siz belə eləyin, mən belə eləyirəm. Mən artıq siz tərəfə baxmayacağım. Çünki burada pasiv var. Yəni, baxın, bu baş inkar deməkdir. Yəni, siz təsəvvür danışırsınız, mən belə eləyirəm. Bu bir neçə sayından sonra sizdə artıq pis təəssürat yaradır. Çox negativ təəssürat. Mən sadəcə məsələn elə insanlarla bölüşmürəm. Bax, çox maraqlı bundadır ki, baxın, mənimsəmə filtri var bizim beynimizdə. Siz başqaları meta proqramda işləyirsiniz. Siz həmişə danışdığınız anda məcbursunuz kimi sizə qulaq assın. Bu vacib bir faktordur. Amma bu sizdə elə deyil. Bəli. Bu tərəflər var, onun üçün də yəni... Söhbətimiz çox maraqlı davam edir, amma təəssüflər olsun ki, yekunlaşdırmalıyıq. Çünki efir vaxtımız buna imkan vermir. O qədər maraqlı söhbət gedir ki, heç yəni, düşünmürük ki, vaxt nə zaman gəlib keçdi. Nərmin, siz sonda bizə yenə də ifa edəcəksiniz. İstəyərdim ki, bu ifa haqqında danışaq. Nə ifa edəcəksiniz? Buyurun. Bu mahnı, ilk növbədə mən təşəkkürümü bildirmək istəyirəm bu mahnıdan əvvəl. Çünki çox maraqlı söhbət oldu. Və sizə çox böyük təşəkkürümü bildirirəm. Mahnı isə Emin Sabitoğlu'nun gözəl bir mahnısıdır. Çiçək yaxşı mahnısıdır. Ümidvaram uğurlu olacaq. Layihə zamanı mən bunu ifa etmişdim, bu mahnını ifa etmişdim və uğur qazanmışdı o mahnıya. Çox gözəl. Səni dinləmək həqiqətən də çox böyük zövq verəcək bizə. Buna əminəm. Təşəkkür edirəm bir daha gəldiyinizə görə. Çox sağ olun. Sevirəm deyən dodaqlara, dənizə çıxan qayıqlara, günəşə baxan uşaqlara, bir yağış yağır gecə səhər. Hər damlası bir çiçək, bir gül, bir arzu, bir söz, bir tane, bir baxt gətirir. Hər damlası bir çiçək, bir gül, bir arzu, bir söz, bir tane, bir baxt gətirir. Bəzən bir ümid, bəzən göz yaşı gətirir bu çiçək yağışı. Bir yağış yağır gecə səhər, boyayır rənginə dünyanı. Hər damlası bir çiçək, bir gül, bir arzu, bir söz, bir tale, bir baxt gətirir. Hər damlası bir çiçək, bir gül, bir arzu, bir söz, bir tale, bir baxt gətirir. Bəzən bir ümid, bəzən göz yaşı gətirir bu çiçək yağışı. Bəzən bir ümid, bəzən göz yaşı gətirir bu çiçək yağışı. Dostlar, bugünkü efir müddətində sizə faydalı olacaq məlumatlar verməyə çalışdıq. Əminəm ki, bu məlumatları öyrənərək artıq özünüzü daha düzgün formada təqdim etməyi biləcəksiniz. Əgər efirimizi yarımçıq izləmişsinizsə və yenidən izləmək istəyirsinizsə, mütləq bizi Facebook sosial şəbəkəsindən, həmçində YouTube kanalımızdan izləyə bilərsiniz. Max TV Azərbaycan adlanır səhifələrimiz. Özünüzü maraqlı hesab edirsinizsə, bizə özünüz haqqında məlumat yazıb da göndərin ki, studiyamızın qonağı ola biləsiniz. Bugünkü geyimlərim Rodrigo'dandır. Mən sizinlə sağollaşıram. Növbəti efirlərdə görüşərik. Hələlik.